Salam, hər vaxtınız xeyir əziz 4-cülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim mövzu sözün leksik və qrammatik mənası, həqiqi və məcazi məna mövzusu ilə bağlı olacaq. Gəlin ilk öncə sözün leksik və qrammatik, həqiqi və məcazi məna nə deməkdir, onu öyrənək qısa şəkildə, daha sonra isə testlər və çalışmalar üzərində daha da möhkəmləndirək. Deməli, uşaqlar, biz bilirik ki, dilin əsas vahidi sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Nədir bu leksika? Deməli, dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksika nədir özü? Lexikos söz, logos təlim deməkdir. Deməli, uşaqlar, sözlərin leksik və qrammatik mənası olur. Sözlərin leksik və qrammatik mənası olur. Sözün leksik mənası dedikdə ilk ağla gələn məna başa düşülür. Baxın uşaqlar, siz harda çaşırsınız? Leksik məna dedikdə siz düzəltmə sözləri nəzərdə tutursunuz və yaxud da hansı nitq hissəsinə aid olmağını nəzərdə tutursunuz və yaxud da elə uşaqda var ki, leksik məna dedikdə əsas nitq hissələrini başa düşür, amma qrammatik məna dedikdə isə belə deyək, köməkçi nitq hissələrini başa düşür. Amma bu elə deyil, tam fərqli bir şeydir. Yəni, sözün leksik mənası dedikdə ilk ağla gələn məna başa düşülür. Məsələn, daraq, əgər biz daraq sözünü belə deyək, deyiriksə və yaxud daraq sözündən danışırıqsa, daraq deyəndə ilk ağlımıza gələn məna ki var, yəni saç daramaq üçün bir vasitə. Baxın, o ilk ağla gələn məna onun leksik mənasıdır. Yəni, bir sözün adını çəkirsənsə və ilk ağlına, yəni təsəvvüründə nə yaranırsa, bu onun leksik mənasıdır. Sözün leksik mənası da bir neçə yolla izah olunur. Yəni, 3 yolla izah olunur. Hələ sizin üçün. Sözün xüsusiyyətlərini izah etməklə, yəni söz məsəl üçün daraq, dişləri olan bir vasitədir. Başlayırsan o daraq haqqında danışmağa, xüsusiyyətlərini saymağa. Daha sonra sözə yaxın mənalı söz tapmaqla, bir də sözə əks mənalı söz tapmaqla. Yəni leksik məna bu formada tapılır. Sözün qrammatik mənası isə qrammatik məna dedikdə isə hansı nitq hissəsinə? Baxın, leksik məna dedikdə ilk ağla gələn, təsəvvürdə yaranan mənadır. Qrammatik məna isə hansı nitq hissəsinə? Fərqi yoxdur. İstər belə deyək, köməkçi, istərsə də əsas nitq hissəsi olsun. Düzdür, köməkçi nitq hissələrini hələ keçməmişik, adlarını çəkmirəm. Ağlınız qarışmasın deyə indi növbəti izahlarda daha möhkəm öyrənərik. Amma hələ ki, köməkçi nitq, belə deyək də, 3-cü sinifdə siz köməkçi sözlər kimi onu keçmisiniz. Yəni, sözün qrammatik mənası dedikdə istər köməkçi nitq hissəsinə aid olması, istərsə də əsas nitq hissəsinə aid olması deməkdir. Belə deyək, hansından danışım? Sözlər leksik mənasına görə yadıma düşdü. 2 qrupa bölünür. Həqiqi məna və məcazi məna. Sözlər leksik mənasına görə 2 qrupa bölünür. Həqiqi məna və məcazi məna. Sözün ilkin, əsas və ya təsəvvür edilən mənası onun həqiqi və yaxud da dominant mənasıdır. Bu həm də sözün leksik mənasıdır. Baxın, sözün ilkin, əsas təsəvvür edilən mənası onun həqiqi mənasıdır, yəni dominant mənasıdır. Bu həm də sözün leksik mənasıdır. Sözün sonradan qazandığı, yəni törəmə mənası isə məcazi məna adlanır. Baxın, ən çox rast gəldiyimiz bir-iki söz var. Məsəl üçün, ağır xasiyyət. Baxın, həqiqətən ağır xasiyyət deyə bir şey yoxdur. Xasiyyəti ölçmək olmur, yəni tutumunu ölçmək olmur. Amma deyirik ki, ağır yük, bəli, hansısa yük müəyyən, belə deyək də, kütləyə sahibdir, düzdür? Bu da olur, nə? Ağır yük olur həqiqi məna, ağır xasiyyət olur məcazi məna. Daha sonra sözün məcazi mənası çox zaman insanlara məxsus hərəkətin cansız əşyalara aid edilməsi nəticəsində yaranır. Məsəl üçün, deyirəm ki, günəş gizləndi. Günəş gizləndi, burada bilirik ki, məcazi mənadır da. Günəş gizləndi, hava qaralır sadəcə. Yəni, günəş öz yerinə ayla, belə deyək də, dəyişir. Amma deyirəm ki, məsələn, Sunay gizləndi. Bu, həqiqətən də, belə deyək, Sunay gizlənə bilər. İndi gizlənpaç oyununda ola bilər ki, Sunay gizlənsin. Məsələn, yəni bu formada bunu başa düşə bilərik. Uşaqlar, onu da nəzərinizə çatdırım ki,
bütün əsas nitq hissəsinə aid olan sözlərin həqiqi mənası olur. Baxın, bütün əsas nitq, bütün nitq hissələri yox, bütün əsas nitq hissələrinə aid olan sözlərin həqiqi mənası olur, amma bütün sözlərin məcazi mənası olmur. Çünki köməkçi nitq hissələr deyə ayırırıq. Ondakı növbəti izahlarda daha yaxşı başa düşərik. Uşaqlar, yəqin ki, ümidvaram ki, başa düşmüsünüz. İndi gələk ilk sualdan başlayaq. Deyir, hansı sözün yalnız qrammatik mənası var? Aha, yalnız qrammatik mənası var dedikdə, yəni yalnız hansısa nitq hissəsinə aiddir. Hansısa nitq hissəsinə aiddir. Yəni leksik mənası yoxdur. Leksik mənası olmayanda köməkçi nitq hissələrdir. Yəni sadəcə o qrammatik mənası var. Yəni hansı nitq hissəsinə aid olması var. Təsəvvürdə hər hansısa bir varlıq yaranmır. Yəni başa düşülmür. Baxaq, qürur. Bəli, qürur isimdir. Həm qrammatik, həm də belə deyək ki, leksik mənası var. Dost həm qrammatik, həm də leksik mənası var. Daha sonra həmişə həm leksik mənası var, həm də qrammatik mənası var. Amma bəs sadəcə belə deyək də qrammatik mənası var. Niyə? Çünki köməkçi nitq hissəsidir. Baxırıq ikinciyə. Hansı birləşmə məcazi mənadadır? Baxırıq. Dərin quyu həqiqətən dərini, dayazı dərini olur. Ona görə quyunun dərini, dayazı olur. Ona görə də A variantı həqiqidir. Ağır çamadan, bəli, müəyyən qədər kütləsi olur. Bu da olmuş olacaq. Şirin söhbət. Söhbətin şirini, acısı, turşu, kəm şirini olmur. Ona görə də bu məcazi mənadadır. Dadlı meyvə, bəli, yeyirsən və sənə dadlı gəlir. Bu da olur dadlı meyvə, həqiqi məna. Bizə məcazi məna lazımdır. Bu da şirin söhbət mənası, belə deyək, birləşməsi məcazi mənadır. Deyir, verilmiş sözlər neçəsinin həm leksik, həm də qrammatik mənası var. Həm leksik, həm qrammatik mənası olan sözlər əsas nitq hissəsinə aid olan sözlərdir. Baxın, qızdırma, yarış, bir də zəng. Da və çünki köməkçi sözlərdir. Yəni köməkçi nitq hissəsinə aid olduğuna görə bunları götürə bilmərik. Cavabımız olacaq 3. Yəni C variantı. Şeirdə yalnız qrammatik mənası olan neçə söz var? Dünyalar cəzb edən bu xoş mənzərə, şövqümü artırdı gözəl xəzərə. Çapdıqca vətənim, elim nəzərə, təbiət də mənə heyran göründü. Deməli, burada bütün sözlərin həm leksik, həm qrammatik mənası var, amma təkcə da, də, yəni daha doğrusu də hissəci, daha doğrusu köməkçi nitq hissəsinin leksik mənası yoxdur, təkcə qrammatik mənası var. Bu da A variantında bizə verilib. 5-də isə bizə deyir ki, həqiqi və ya məcazi mənalı birləşmələrə əsasən sual işarəsinin yerinə uyğun gələn söz hansıdır? Qızıl xasiyyət, qızıl əl. İndi bizə qızıl xasiyyət, qızıl əl dedikdə, yəni məcazi mənalı birləşmə istəyir. Qızıl sırğa həqiqətən var. Qızıl saat həqiqətən var. Qızıl üzük də həqiqətən var. Qızıl ürək ola bilməz, yəni məcazi mənadadır. Baxırıq 6-ya. Hansı cümlədə altından xətt çəkilmiş söz məcazi mənada işlənmişdir? Danışdığın hər şey ağ yalandır. Baxın uşaqlar, yalanın ağı qarası olmur. Sadəcə məcazi mənada. Cavabımız olacaq A variantı. Anası onun qara saçlarına həqiqətən qara saç olur. Mələkə acı bibər, bəli, acı bibər ola bilir. Acı söz olsaydı məcazi olardı. Əkbər quru çörək qırıntılarını yerdən topladı. Quru adam, quru insan, yəni xasiyyət mənasında dedikdə məcazi, quru çörək deyəndə həqiqi mənada olmuş olacaq. Bizdə məcazi məna istədi. Bu da A variantında bizə verilmişdir. 7-yə baxırıq. Hansı soyuq sözünün qrammatik mənasına aiddir? Qrammatik mənası dedikdə uşaqlar, deməli biz götürürük hansı nitq hissəsinə aid olması. Təsəvvürdə yaranan mənalar yox. Baxaq, kar samitlə başlayır. Deməli, xeyr. Temperaturu aşağı olan deməkdir, xeyr. Qalın saatlərdən ibarət, xeyr. Hansı nitq hissəsinə deyirsə, cavabımız olacaq A variantı, sifətdir. 8-dədir, hansı cümlədəki fərqləndirilmiş sözün yalnız qrammatik mənası var? Yalnız qrammatik mənası var. Söhbət nədən gedir? Söhbət köməkçi nitq hissəsindən gedir. Çünki köməkçi nitq hissələrinin leksik mənası olmur. Baxırıq, deməli, 8-ci tapşırığa. Bu xəbər komandanı çox sevindirdi, bəli.
Yəni həm qrammatik, həm də leksik mənası var. Bu gecitkən dərman bitkisidir. Həm qrammatik, həm leksik mənası var. Deməli, sizin də bu işdən xəbəriniz var. Burada köməkçi nitq hissəsidir. Əsas nitq hissəsi deyil. Ona görə də təkcə qrammatik mənası var. Mən gələndə qapı bağlı idi. Bu da əsas nitq hissəsidir. Həm köməkçi, həm leksik, həm də qrammatik mənası var. 9-da bizə deyir ki, həm leksik, həm qrammatik mənası olan söz hansıdır? Yəni əsas nitq hissəsi olan söz hansıdır? Və ilə amma köməkçi sözlərdir. Yəni köməkçi nitq hissəsidir, amma adı əsas nitq hissəsidir. Həm qrammatik, həm də leksik mənası olan sözdür. Onda deyir, valideyn sözünün qrammatik mənasına aid olmayan fikir hansıdır? Deməli, uşaqlar, burada nə götürərik? Burada onu götürərik ki, deməli, 3 hecalıdır sözünü olmayan fikir dediyinə görə C variantını götürərik. Kim sualına cavab verir? Bəli, isimdir, bəli, konkretdir, bəli, amma 3 hecalıdır. Qrammatik mənaya aid deyil. Deməli, testimiz bu qədərdir. Keçək çalışmalara. Deməli, uşaqlar, birdə deyir, həm leksik, həm qrammatik mənası olan sözlərin altından xətt çəkin. Dərslik, meydan, təəccüb, məşhur, tayfa, miras, darıxmaq, şeir, fəqət, məclis, dərman, bir də bu qədər. Üçün, ən, görə, lakin, amma, bəlkə. Bunlar köməkçi nitq hissəsinə görə leksik mənası olmur, sadəcə qrammatik mənası var. Bu formada olmuş olacaq. Kimin varsa, belə deyək, kitabı özü üçün qeyd apara bilər. 2-də isə deyir, cümlələrdə yalnız qrammatik mənası olan sözlərin altından xətt çəkin. Burada isə yalnız köməkçi nitq hissələrini bizdən soruşur. Evə qədər, deməli qədər burada köməkçi nitq hissəsidir. İlə də köməkçi nitq hissəsidir. Daha sonra B-də isə dərsdən sonra film izləməyə gedəcək. Burada təkcə sonradır. Bu işdə ancaq siz mənə kömək edə bilərsiniz. Ancaqdır. O birisində isə, yəni D-də isə deyəsən sözü köməkçi nitq hissəsidir. Yəni təkcə qrammatik mənası var. 3-də isə bizə deyir ki, məcazi mənalı birləşmələri seçib cümlədə işlədin. Cümlədə işlətməyi uşaqlar mən heç vaxt demirəm. Özünüz bunu cümlədə işlədərsiniz. Sadəcə mən birləşmələri sizin üçün deyə bilərəm. İti bucaq həqiqi mənada, dəmir yumruq məcazi mənada, ağ köynək həqiqətən olur. Yüksək vəzifədə məcazi mənada, dəmir yumruq və yüksək vəzifəni cümlədə işlədərsiniz. 4-də isə deyir, birləşmələri cədvəl üzrə qruplaşdırın. Yaxşı, yüngül xasiyyət olacaq məcazi, üstündən yazıram. Saf qızıl olacaq, deməli, yüngül xasiyyət olacaq məcazi, saf qızıl olacaq həqiqətən həqiqi, quru çörək həqiqi, şirin yuxu məcazi, ağır qutu həqiqi, böyük daş həqiqətən olur həqiqi, çiy söz məcazi, dumanlı fikirdə məcazi. Özünüz üçün qeyd apara bilərsiniz. 5-də isə deyir ki, verilmiş sözləri leksik mənası ilə uyğunlaşdırın. Yaxşı, bir neçə musiqi səsinin həmahəngliyi nə adlanır? Akkord adlanır. Akkord adlanırsa biri bura yaza bilərik. Xəfif, yumşaq, yel, sakit külək, meh deməkdir uşaqlar, meh. Müharibədə ələ keçirilən düşmən əskəri əsir deməkdir. Burada 3 yazaq. Qala üzərində qurulmuş müşahidə və müdafiə qülləsi bürc adlanır. Bunu da qeyd kimi özünüz üçün qeyd edin ki, ola bilsin ki, monitoringdə sözlərin mənası təbii ki də bu ildən başlayaraq düşür. Sizə də düşə bilər deyə özünüz üçün qeyd apara bilərsiniz. Daha sonra, uşaqlar, bu arada video sizə faydalıdırsa bəyənməyi, dostlarınızla bölüşməyi, kanala abunə olmağı da unutmayın. 6-ya baxırıq. 6-da deyir ki, verilmiş sözləri elə sözlərlə uyğunlaşdırın ki, həqiqi mənalı birləşmələr alınsın. Yaxşı. Burada necə edirik? Deməli, sözü odunla quru sözünü sözlə yoxsa odunla birləşdirsək həqiqi mənalı alınacaq. Təbii ki də odunla, quru odun. Gözəl qız həqiqətən olur. Daş, bina həqiqətən olur. Daş ürək olsaydı məcazi, gözəl fikir olsaydı məcazi, quru söz olsaydı məcazi olmuş olardı. 7-də mətndə məcazi mənalı birləşmələri istəyir. Təbii ki də Ceyhun babanın qızıl əlləri. Qızıl, daha doğrusu əlləri qızıldır. Əl qızıldan olmur, ona görə də məcazidir. O, rəssam işləyir. Çox maraqlı
Deməli, nə istəyir? Çox maraqlı rəsmlər çəkir və bu rəsmləri sevdiyi insanlara hədiyyə edir. Ceyhun baba gözəl ürəyə sahibdir. Uşaqlar, gözəl ürək olmur, ona görə də bu məcazidir. Onun balaca nəvələri var, o nəvələrini çox sevir. Qızıl əllər və əlləri qızıldır və gözəl ürəyə sahibdir sözləri, yəni birləşmələri məcazi mənalı birləşmələrdir. 8-də isə bizə deyir ki, leksik və qrammatik mənanı nəzərə alaraq hər sırada digərlərindən fərqlənən sözü işarələ. Yaxşı. Deməli, baxırıq bura. Deməli, cəld, amma, lakin ilə. Deməli, cəld, amma, lakin ilə, belə deyək də, təkcə qrammatik mənaya aiddir, mənası var. Cəld isə həm leksik, həm qrammatik mənası var. Yəni, fərqli olan cəld sözüdür. Uşaq, tut, yağış və. Uşaq, tut, yağış həm leksik, həm qrammatik mənalıdır, amma və nədir? Təkcə qrammatik mənalıdır. Ey, ancaq, axı, göz. Ey, ancaq, axı təkcə qrammatik mənası var, amma göz sözünün həm leksik, həm də qrammatik mənası var. Deməli, fərqli olan göz olmuş olacaq. 9-da isə bizə deyir ki, cümlələrdəki boşluqlara uyğun gələn sözləri əlavə edin. Onların həqiqi yoxsa məcazi mənada olduğunu qeyd edin. Kostyumunu geyinib evdən çıxdı. Təbii ki də qara kostyum. Qara kostyum. Tezliklə belə deyək, yox. Bu qara xəbər. Qara. Nənəmin maraqlı və şirin söhbətlər üçün çox darıxıram. Atam birazdan şirin çiyələk aldı. Bazardan, birazdan yox, bazardan üzrlü sayın. Deməli, qara kostyum həqiqətən həqiqidir. Tezliklə qara xəbər məcazidir. Şirin söhbət məcazidir. Şirin çiyələk isə həqiqi mənada olmuş olacaq. Baxırıq 10-cu tapşırığa və sonuncu tapşırığa. Xeyr sözünü qrammatik mənasına uyğun gələnləri işarələyin. Xeyr. Xeyr təbii ki də olacaq xeyr. Şər sözünün antonimidir. Daha sonra baxırıq qrammatik mənasına görə, leksik mənasına görə sözlərin əks mənalı qarşılığı, yaxın mənalı qarşılığını tapırıq və xüsusiyyətlərini tapırıq. Şər sözünə antonimdir. Bu qrammatik yox, leksik mənasıdır. Ola bilməz. İsimdir. Bəli. Nə sualına cavab verir? Bəli. Fayda sözünün sinonimidir. Sinonimidir, antonimidir və xüsusiyyətlərini sadaladıqca siz bilərsiniz ki, orada qrammatik yox, leksik məna olmuş olacaq. Uşaqlar, izahımız bu qədərdir. Ümidvaram ki, sizə faydalı olmuşdur. Faydalı oldusa, videonu bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Bugünlük bu qədər. Hələlik.